Salam, hər vaxtınız xeyir olsun, əziz dostlar. 6 may 2026-cı il tarixində bir məsələni qeyd etmək istəyərdim. Füzuli rayon Alxan kəndində həkim Mənaf həkim təbiətə bir gözəl yaşılbaş çöl ördəyi buraxacaq. Bunun da tutulma səbəbi və harda əldə edib özü ətraflı məlumat verəcəkdir. Deməli bu çöl ördəyin qış ayları idi. Köndələndə gəzirdim. Yaralı vəziyyətdə gördüm qanadı salxıb, yaralı vəziyyətdə özünü ora bura çırpır. Nəsə tutdum, gətirdim evə, başladım bunu müalicə eləməyə. Sağaltdım tam, sağlam şəkildə, necə deyim, həyata qaytardıq. İndi də onu Allahın köməkliyi ilə buraxacaq bir gözəl gölə, sərbəst buraxaq getsin təbiətdə, yaşasın, nəslini artırsın. Evdən çək. Bəh, 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 bəh. Sağ ol Mənaf həkim, Allah canını sağ eləsin. Sağ olun. Bu da demək olar ki, Mənaf həkimin təbiətə olan, heyvanlara olan bir sevgisi. Bəli, Çöl ördəyini, yaşılbaş sonanı o belə deyir. Təbiətə buraxdı. Azad elədik getdik. Bəli. Bax gördüyünüz kimi də Ördək yüzür. bax ördək də üzür. Bax, bax, bax. Sağ olun. Tam da sağalıb, tam da sağlamdır. Bax, bax, bax. Ördəyə bax, ördəyə. Sevincinin həddi hüdudu İlli yox, həqiqət. Bəli. Yenə gör orada bax, bax. Yeyib kef eləyəcək.